Uşağımın 2 yaşı var, gece çok narahat yatır ve gece yuxudan durur, ağlayır, qışqırır. Bunun səbəbi nə ola bilər? Xüsusən də 2 yaşlı uşaqlarda gece yuxudan oyandıracaq problemlərdən ən çox görüləni qurd problemidir. Xüsusən də qıl qurdları gece saatlarında yumurtladığına görə və uşağın anal dəlik ətrafına gece saatlarında çıxdığına görə uşağı yuxudan oyandıran, ağladan problemlərdən biridir. Həmçinin bu uşaqlarda anal dəlik ətrafında qaşınmalar, davamlı səpkilər, qırmızılıq, perianal dermatit kimi problemlərə də səbəb ola bilir. Əgər evladınız gecə yarısı yuxudan oyanıb, oturub ağlayırsa, narahat yatırsa, yerində fır-fır fırlanırsa, üstündə heç vaxt örtü saxlamırsa, onun səbəbinin qurd ola biləcəyini mütləq ağlınıza gətirməlisiniz və bu barədə mütləq pediatrınıza bildirməlisiniz. Mövzu haqqında ətraflı məlumat və əlaqə üçün 055 703 27 79 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.